Yaradılış 37-ci fəsil. Yusifin yuxuları. Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı. Yaqubun tarixçəsi belədir. Yusif 17 yaşında bir gənc idi. O öz qardaşları, atasının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı. İsrail Yusifi bütün oğullarından çox sevirdi. Çünki Yusif onun qocalıq çağının oğlu idi. O Yusifə əlvan paltar geydirdi. Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət elədilər və onunla yaxşı rəftar eləmədilər. Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət eləməyə başladılar. Yusif onlara dedi: "Gördüyüm bu yuxuya qulaq asın. Biz zəminin ortasında dərz bağlayırdıq. Mənim dərzim qalxıb dik durdu. Sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona təzim elədilər." Qardaşları ona dedilər: "Doğrudanmı sən bizə padşah olacaqsan, hökmranlıq eləyəcəksən?" Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət elədilər. Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: "Yenə bir yuxu gördüm. Gördüm ki, günəş, ay və 11 ulduz mənə təzim eləyir." O yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: "Bu gördüyün yuxu nə deməkdir? Doğrudan mən, anan və qardaşların yerə əyilib sənə təzim eləmək üçün gələcəyik?" Qardaşları ona paxıllıq elədilər. Atası isə bu sözü yadda saxladı. Qardaşlarının Yusifi satması. Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər. İsrail Yusifə dedi: "Qardaşların Şekemdə sürü otarırlar. Ya səni də onların yanına göndərim." O atasına dedi: "Getməyə hazıram." İsrail yenə ona dedi: "Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir." Beləcə onu Xevron vadisindən yola saldı. Yusif gəlib Şekemə çatdı. Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam "Nə axtarırsan?" deyə ondan soruşdu. O dedi: "Mən qardaşlarımı axtarıram. Mənə de görüm onlar sürünü harda otarırlar?" Bu adam dedi: "Buradan getdilər, çünki mən onların Dotana gedək sözlərini eşitdim." Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı. Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış, onu öldürmək qərarına gəldilər. Qardaşlar bir-birlərinə dedilər: "Baxın, bu yuxular görən gəlir. İndi gəlin onu öldürüb bir quyuya ataq. Sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik yuxular necə çin çıxır." Ruven bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: "Gəlin ona toxunmayaq." Ruven onlara: "Qan tökməyin, onu çöldə olan bu quyuya atın. Yalnız ona toxunmayın," dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın. Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar. Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi. Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillərin bir karvanı gəlir. Onların dəvələri ədviyat, balzam və ətriyatla yüklənmişdi və bunları Misrə aparırdılar. Yahuda qardaşlarına dedi: "Əgər qardaşımızı öldürüb qətl örtbasdır eləsək, bunun nə xeyri olar? Gəlin onu İsmaillərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qanlanıq." Qardaşları onun sözü ilə razılaşdılar. Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillərə 20 gümüşə satdılar. Onlar da Yusifi Misrə apardılar. Ruven quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O paltarını cırdı. Sonra qardaşlarının yanına qayıdıb dedi: "Uşaq yoxdur, bəs neyniyim?" Onlar Yusifin paltarını götürdülər və bir keçi kəsib paltarı qana batırdılar. Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər: "Biz bunu tapdıq. Gör oğlunun paltarıdır ya yox." O paltarı tanıyıb dedi: "O oğlumun paltarıdır. Yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən Yusif parçalanıb." Yaqub öz paltarını cırdı və belinə çul bağladı. O uzun müddət oğlu üçün yas tutdu. Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı. Amma o təsəlli tapmaq istəməyib dedi: "Kədərlə oğlumun yanına,
ölülər diyarına enəcəyəm. Beləcə atası onun üçün ağladı. Midyanlarsa Yusifi Misirdə Fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar.